Volodimir Zelenski Ukrayna ilə bağlı sülh planını açıqlayıb. Sülh planının əsas məddələri bunlardır. Ukrayna Silahlı Qüvvələri sülh dövründə 800 min nəfərdən ibarət olacaq. Rusiya Avropaya və Ukraynaya qarşı təcavüz etməmək siyasətini bütün zəruri qanunvericilik aktlarında təsbit edəcək. Ukrayna konkret tarixdən Avropa İttifaqına üzv olacaq. Üzvlük tarixinin təmin edilməsi məqsədi ilə. Yəni burada əsas məddələr bunlarda deyilirsə, digər məddələr də vardır. Çünki Vaşinqton Ağ Evin Trampın sülh planında Ukraynanın NATO üzvlüyü məsələsinə xitam verilmişdi. Bundan başqa Rusiyanın müvəqqəti işğal etdiyi ərazilər təmas xətti olacaqdır. Yəni, belə deyim, Xersonun bir hissəsi, Xarkovun, Sumunun, Dnepropetrovskun, Donetskin, ümumiyyətlə demək olar ki, bütününü hamısını götürüb, demək olar ki, Bakrovskun nə qədərini götürüb Rusiyada qalacaq, Mirnogradın, Konstantinovkanın, Krım, Lugansk, Donetsk, onlar unudulmuş söhbət olacaq. Zaporojyenin bir hissəsi Rusiyada qalasıdır. Odessa qalmayacaq bir hissəsinin indi hücumlar, həmlələr olur. Yəni, bu imzalanana qədər, yəni atəşkəs qüvvəyə minənə qədər Rusiya-Ukrayna müharibəsi davam edir və yeni ərazilər nəzarətə götürülür. Yəni, Rusiya nə qədər götürdüysə götürə bilir. Sanki Putinə vaxt verilib ki, nə qədər bacarırsan götür. Ukrayna sülhə məcbur olacaq onsuz da və s. və ilaxır. Axır, dediyim, indi tam variant açıqlanacaq əlbəttə ki, amma Ukrayna üçün heç də kapitulyasiyaya imza atmasa da, təslim olmasa da Zelenski Putinə və yaxud da Ukrayna Rusiyaya, bu heç də sərfəli bir müqavilə, saziş deyil. Amma müharibənin dayandırılmasını təmin edəcək, halbuki bunu daha əvvəl etmək olardı, yaxud müharibəni başlanmağa çalışmaq lazım idi və s. və ilaxır. Hər halda Rusiyanın dondurulmuş münaqişələri bizim də başımız çəkir deyə bilirik nədir. Bir var, özü birbaşa hücum elə, bir var ki, Ermənistan kimi dövlətlər vasitəsilə elə. Burada birbaşa özüdür deyə asan təslim olmayacaqdı zaten. Kiyevin başı sağ olsun, başı var olsun deyək, nə deyək. Axır, Ukraynanın müstəqil dövlət kimi qalması üçün düzgün qərarlar qəbul olunmalıdır və Avropanın, tutaq ki də, Biden dövür ki, Amerikanın fətva verdiyi kimi get döyüş, arxandayıq deməklə olmur hər şey. Sülhdən sonra müəyyən ərazilər və s. diplomatik yolla qaytarıla bilər.